Dekabrın 12-sində Xankəndi-Laçın yolunda başlanılan ekofəalların da etiraz aksiyaları düz 38 gündür ki, davam edir. Kanada və Gürcüstandan olan media nümayəndələri aksiyaçılarla həm söhbət olublar. Gün ərzində isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Rusiya sülh məramlı kontingentinin avtomobillərinin maneəsiz keçidi davam edib. Humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığı yoldan bugün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minik bir yük avtomobili Xankəndidən Laçın istiqamətinə irəliləyib. Həmin nəqliyyat vasitələrinin içərisində erməni ailələri olub. Təşkilata aid avtomobillər daha sonra yenidən keçiblər. Növbəti saatlarda isə Rusiya sülh məramlı kontingentinə məxsus 20-dən çox avtomobilin ərazidən maneəsiz keçidi təmin olunub. Aksiya ilə dünya mətbuatı da yaxından maraqlanır. Bugün Kanadalı jurnalist Dave Gordona və Gürcüstanlı bloger Tamona Mumladzəyə aksiyanın keçirilmə səbəbləri barədə məlumat verilib. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri də aksiyaçılara dəstək üçün əraziyə gəliblər. Azərbaycan yəhudləri daim Azərbaycanın yanındadılar və əlbəttə ki, bütün Azərbaycan xalqı ilə birlikdə vətənimizin sərvətlərinin tamam olmasına yox deyirik və mən özüm gözümün şahidi oldum ki, burada Rusiya sülh məramlarına məxsus humanitar yardımlı avtomaşınlar, yük maşınları heç bir mane olmadan keçir. Burada baş verənlərlə bağlı müxtəlif iddialar səsləndirirdilər. Mən isə hər şeyi öz gözlərimlə görməyə qərar verdim. Görürəm ki, bu aksiyada tələbələr və jurnalistlər iştirak edirlər. Mən bunları hər kəsə göstərirəm ki, onlar xəbərdar olsunlar. Ona görə ki, həmişə həqiqətin tərəfindəyəm və bütün həqiqəti olduğu kimi göstərmək istəyirəm. Azərbaycan, İngilis və Rus dillərində şüarlar səsləndirən ekofeallar tərəflərində iştiraklar. Bizim tələbimiz ekoloji cinayətə sondur və bu tələbdən geri addım atmayacaq. Hansı ki, bu tələbimiz yerinə yetməyincə qədər biz buradayıq. Havanın soyuq keçməsinə baxmayaraq ekoloji terrora etirazlar günün qaranlıq saatlarında da davam edir. Biz təbii sərvətlərimizin, ümumiyyətlə vətənimizin təbii sərvətlərinə dəymiş zərərin qiymətləndirilməsi üçün, monitorinqin təşkil olunması üçün şərait yaradılması tərəfdarıyıq. Hər birimiz ilk günkü kimi əhval-ruhiyyəmiz daha da yüksəkdir və yüksək olmağa davam eləyəcək. Hər zaman ekoloji aksiyamızı bütün dünyaya, bütün qurumlara çatdırana dək burada olacaq. Ekofeallar tələblər yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları dayandırmayacaqlarını bildirirlər. Elnur Tofiq, Elşad Heydərov, Rüstəm Mikayılzadə, Rauf Məmmədov, ASTV Xəbər.